Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayan 17 yaşlı istedadlı yeniyetmə Əli Sadiqov tullantı materiallarından unikal kənd təsərrüfatı texnikası modellərini hazırlayır. O, istifadəyə yararsız sayılan plastik butulkalar, metal parçaları, köhnə texniki detallar və digər tullantılardan traktorlardan kombayn, toxum səpənlərdən klaviaturaya qədər müxtəlif kənd təsərrüfatı texnikalarının modellərini düzəldib. Əli deyir ki, bu məşğuliyyətə sadəcə maraqla başlayıb. Bu gördüyünüz əl işləri hamısı kənd təsərrüfatında istifadə olunan texnikalardır, öz əl işlərimdir. Mən 7-8 yaşımdan başlamışam, bu 17 yaşıma qədər ki, bu günə ki, bu əl işlərdən düzəldirəm. Bu gördüyünüz kənd təsərrüfatında istifadə olunan texnikalar mənim uşaqlıq arzularımdır. Arzularımı real vəziyyətə gətirmişəm. Mən kənddə böyüdüyümə görə atamla əkin sahəsində gedəndə kombayn öz əkin sahəmizi biçəndə gördüm ki, orada kombayn işləyir. Həmən kombayını mənim xoşum gəldiyi üçün həmən kombayının maketini özüm üçün yığmışam. Əlinin atasının sözlərinə görə oğlunun bu hobbisinə heç zaman mane olmayıb. Əksinə, onun boya yapışqan alət və digər lazım olan vasitələri əldə etməsinə kömək edib. Uşaqlıqdan çox həvəsindədir bu işin. Özüm də dərslərlə çox maraqlanmağını çox istəyirdim ki, yəni dərsləri əsas bundan vacib dərslərdir, dərslərlə maraqlansın. İndi həm dərslərlə də yaxşıdır, həm də ki, bu əl işlərlə də işləyir, maraqlanır. Gənc istedad gələcək öz mini texniki brendini yaratmaq, modellərini texniki sərgilərdə nümayiş etdirmək və kənd təsərrüfatına texnoloji töhfə vermək istəyir. Qurban Vidadioğlu, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.